Cəlilabad rayonu 3 nömrə tam orta məktəbində 7-ci sinifi Sadiq Səmədli. Cəlilabad şəhəri 3 nömrə tam orta məktəbi 7-ci sinifindəki şagird Berat Salmasa. Cəlilabad şəhəri 3 nömrə tam orta məktəbinin 7-ci sinifi şagirdi Talih Əzimov. Cəlilabad şəhəri 3 nömrə tam orta məktəbinin 7C şagirdi İlkin Zəfər Uşaqları izah edəcək. Bursa şəhərini fəth etmişdi. Orxan Qazi 1326-1362-ci ildə İlk Sultan adını almışdı Murad. Nikbol döyüşündə qalib gəlmişdi. 1-ci Muraddan sonra hakimiyyətə gələn 1-ci İbrahim Bəyazid Nikbol döyüşündə Səlcuqların birləşmiş qüvvələri darmadağın edib, Balqaristanı tabi edib, Balkan yarımadasını Osmanlı dövlətinin daha da gücləndirilmişdir. Fəth adını almışdı. Fatih adını almışdı. 2-ci Mehmet. Möhtəşəm adını almışdı Sultan Süleyman. Bugün rəqəmləri sizlərə izah edəcək. 1302-ci ildə Osmanlı yaradıldı. Bu qurucusunun adı ilə bağlı Osmanlı adlandırıldı. 1326-cı ildə Orxan Qazi hakimiyyətə gəldi. Osman Qazılığının Orxan Qazi hakimiyyətə gəldi və Bursa şəhəri fəth etdi. 1371-ci ildə Serblərin Osmanlı ordusu Serbləri məğlub etdilər. Serblərin 70 binlik qoşunu Yasser çayına boğuldu. 1389-cu ildə Serblər Kosan oğlunda təzədən məğlubiyyətə uğradılar. 1402-ci ildə Ankara döyüşündə Əmir Teymur Osmanlı ordusunu üzərində qalib gəldi. 1453-cü ildə 2-ci Mehmet Konstantinopol tutdu və bura İstanbul adlandırıldı. Bu günləri Osmanlı'nın paytaxtlarını xəritə üzərində göstərəcək. Buyur. Birinci Söğüdlü. Kimin dövrüdür? Osman Qazinin dövrüdür. İkinci Bursa. Kimin dövrüdür? Orxan Qazinin dövrüdür. Üçüncü Ədirne. Kimin dövrüdür? 1-ci Muradın dövrüdür. Dördüncü İstanbul. Kimin dövrüdür? Sultan Mehmetin dövrüdür. Bu gün xəritə üzərində Osmanlı paytaxtları haqqında məlumat verəcəm. Birinci Söğüdlü Osman Qazinin dövründə, ikinci Bursa Orxan Qazinin dövründə. Əhsən. Üçüncü Ədirne, birinci Muradın dövründə, dördüncü Fatih Sultan Mehmet. Hansı şəhər idi? Hansı şəhər? İstanbul şəhəri. Əhsən.